Funksiya və qrafiklər. Çəkirəm koordinat sistemi. Bu x oxudur, bu y oxudur. Bu nöqtə x oxunun, y oxunun kəşfi nöqtədir. Yəni koordinat başlanğıcıdır. Koordinat başlanğıcında x-in də, y-in də qiyməti x-i də sıfıra bərabərdir. Ona görə biz koordinat başlanğıcını sıfır deyə qeyd edirik. X oxunun adı nə oldu Dəniz? Absis. Nəzrin, y oxunun adı nə oldu? Ordinat oxu. Absis oxu, ordinat oxu. Koordinat sistemi müstəvini 4 dənə rübə bölürdü. Bu hansı rübdür? Birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rüb. Birinci rüb 1, 2, 3, 4. Baxın, x oxu sağ hissədə müsbət qiymətlər alır, sol hissədə mənfi qiymətlər alır. Y oxu koordinat başlanğıcından yuxarıda yerləşəndə müsbət qiymətlər alır. Aşağıda yerləşəndə mənfi qiymət alır. Əslində bu çox sadə məlumatlardır. Amma tez işləyənlər belə bir deyir ki, funksiyanın qrafiki absis oxundan yuxarıda yerləşir. Sən baxmalısan ki, absis oxundan yuxarıda yerləşirsə, yəni demək istəyir ki, y-i müsbət qiymətlər alır. Bəzi testdə var ki, absis oxundan aşağıda yerləşir. Deməli, y-i necə qiymət alır? Mənfi qiymət alır. Bəzi testdə deyir ki, x oxunu sağ tərəfdə kəsir. Axı, sağ tərəfdə kəsirsə, deməli, bunun x-i nədir? Müsbətdir. Sol tərəfdə kəssə, x-i nə olacaq? Mənfi. Sadə məlumatlardır, amma gərək hissələr diqqətli olmalısınız. Bu koordinat sistemidir. Birinci rübdə x, y, hər ikisi müsbət qiymət alır. İkinci rübdə x mənfi, y müsbət qiymət alır. Üçüncü rübdə hər ikisi mənfidir. Dördüncü rübdə isə x müsbətdir, y mənfi qiymətlər alır. Bu bizim koordinat sistemi haqqında məlumatlarımızdır. İlk örnəcək, birinci bu yazışa baxın. Y bərabərdir fx. Burada f hansı sözün baş hərfidir? Funksiya sözünün baş hərfidir. Yəni funksiyanın yazışı budur. Y bərabərdir fx. Deyir ki, məsələn, funksiyanın sıfırını tapın. Səbinə, əgər bizə deyirsə ki, funksiyanın sıfırını tapın, mən nəyin yerinə sıfırı qoyacaq? Y-in yerinə. Çünki funksiya y-i göstərir. Amma desə ki, nəzrin, absisin sıfır qiymətində, bu heç, bəs argumentin, məsələn, 5 qiymətində, argument nə idi bəs? O da x idi. Funksiyanın qiyməti deyəndə y-in yerinə qoyursunuz. Argumentin qiyməti deyəndə isə x-in yerinə qoyursunuz. İndi dəniz belə bir şey var. Bir var f3 hesabla deyə bilər. Gəl aşağı. Bir də deyə bilər ki, x bərabərdir 4-ə. İndi mənə desin ki, nəzir, bu yazılışla, bu yazılış arasındakı fərq nədir? Birində x verib, birində verib. Bax, birində aparıb nəyin yerinə 3 qoyuram. Burada nəyin yerinə 4 qoyuram. Bax, f3-dürsə, deməli, hansı funksiyadırsa, x-in yerinə 3 qoyuram. Amma fx bərabərdir 4-dürsə, y-in yerinə 4 qoyursunuz. Yəni, hansı funksiya olmanın aslı olmayacaq. İlk tanış olacağımız funksiya y bərabərdir, kx üstə gəlsin b. Baxın, ilk dərsimiz budur. Y bərabərdir, kx üstə gəlsin b. Yəni, bu mövzu kimdəsə çox aşağı səviyyədədirsə, birinci 9 illiyin ardıca 100 testini işləsin. Çünki o 100 testi biraz fazla qorursan. Sonradan geçsin bu ikinci sırayadakı funksiya və qrafiklər. Y bərabərdir, kx üstə gəlsin b-dir. Bu, nəyin düsturudur? Düz xətti. Düzdürmü? Xətti funksiyanın düsturudur. Xətti funksiyanın düsturudur. Burada k nədir? B nədir? Birinci onunla tanış olaq. K neydi? Nəzir? K bucaq əmsalıdır. Nə deyirik buna? Bucaq B də sərbəst. əmsalı. B nədir? Sərbəst hədd.
bir dənə hər hansı bir qrafiklə tanış olun. Yenə koordinat sistemini çəkirəm. Buraya yazıram x, buraya yazıram y. Uşaqlar, düz xəttin tənliyidir, funksiyasıdır, daha doğrusu. Y bərabərdir kx üstəgəlsin b-dir. Onun qrafiki ya belə olacaq, ya belə olacaq, ya belə olacaq, ya belə olacaq. Yəni, adından görsən, düz xətdir. Əgər qrafikdə düz xətti gördünüzsə, deməli, düstur budur. Kx üstəgəlsin b-dir. Əsas məsələ, biz k-nı, b-ni necə təyin edirik? B sərbəst sədd olduğuna görə, baxın, bir dənəsini çəkirim. Belə, 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 4 dənə ola bilir, birini çəkirim. Birini çəkdim. Bax, düz xətt y oxunu kəsdiyi nöqtə. Əslində, qanunla y oxunu kəsirsə, x-i sıfırdır, y-i də olduğu kimi qalır. Amma əgər x oxunu kəsirsə, x-i var, y-i nədir? Sıfırdır. Bu üsulla siz bütün misalları işləyə bilərsiniz. Yəni, düz xətt y oxunu kəsdiyi nöqtə buradır, x oxunu kəsdiyi nöqtə buradır. Sadəcə biz vaxtda qazanc əldə etmək üçün özünə məxsus qaydalarını işləyirik. Bax, yadınızda saxlayın. Y oxunu kəsdiyi nöqtə B-dir. Qısa konkret. Düz xəttin Y oxunu kəsdiyi nöqtə B-dir. Burada B-dir. Baxın, B-nin işarəsini təyin edə bilərik. Əgər koordinat başlanğıcından yuxarıda yerləşirsə, yəni koordinat başlanğıcından yuxarıda düz xətt Y oxu ilə kəsişirsə, deməli onda B müsbətdir. B sıfırdan böyükdür. Amma düz xətt Y oxunu aşağıda kəsirsə, deməli onda B mənfidir. B kiçikdir sıfıra. Yəni belə bir qrafik verir. B-nin işarəsini təyin edilib baxırsınız. Koordinat başlanğıcından aşağıda kəsirsə, B müsbətdir. Yuxarıda kəsirsə, B müsbətdir. İndi, baxaq indi K-ya. Bucaq əmsalı K. Bucaq əmsalı K bəzən müsbət olur, bəzən mənfi olur. Kim deyə bilər? Məsələn, Püyhan denən görün. K nə vaxt müsbət olur, nə vaxt mənfi olur? Kör bucaq olanda mənfi olur, iti bucaq olanda mənfi. Kör bucaq olanda mənfi olur, iti bucaq olanda mənfi. Yəni, müsbət. K sıfırdan böyükdür. Deməli, bucaq nədir? İti. K sıfırdan kiçikdir. Deməli, bucaq nədir? Kör. Bunu əzbərləməklə görmək də lazımdır. Bax, K tapanda hara baxırıq? Düz xəttin X oxuyla kəsişdiyi nöqtədə, baxın, bucağa baxırsınız. Elmi dildə belə deyilir. Düz xəttin OX oxu ilə kəsişdiyi nöqtədə X oxunun müsbət istiqamətinə baxıram. Yəni, qısa konkret deyə bilərsiniz ki, həmişə sağ tərəfə baxırsınız. Yəni, X oxu olan tərəfə baxırsınız. Çünki baxın, bu yanı itidir, bu yanı kördür. Sən bilməzsən ki, həmişə sağ tərəfə, X hərfi olan tərəfə baxırsan. Əgər buradakı bucaq kördürsə, deməli, onda K-mız nədir? Mənfidir. İndi gələk buna baxaq. Düz xətt X oxu ilə burada kəsişir. Baxıram, bura bucağa. Bu da kördür. Kör olduğuna görə bunun da K-sı mənfidir. Məsələn, bu düz xəttdə K da mənfidir, B də mənfidir. Bu düz xəttdə B müsbətdir, K mənfidir. Belə. Bu, belə bir dənə nümunə ilə daha dəqiqləşdirin. Tutaq ki, belə test nümunəsi var. Buraya X qoyuram, buraya Y qoyuram. Belə bir dənə şəkil edilir, topuda olan suallardan biridir. Deyir ki, K-nın və B-nin işarəsini təyin edir. Baxaq indi, Nəzrin, burada B müsbətdir yoxsa mənfidir? Onu B. B, özünü tapmalısan B-ni. Mən yuxarıdakı da müsbətdir. Ki, mən B-ni qoymuram da, sən sadəcə topluda... Yuxarıda olanda müsbətdir, aşağıda olanda mənfidir. Bəli, topluda belə sual var. Nə K-nın yerini verir, nə B-ni yerini verir. Deyir ki, K-nın, B-nin işarəsini təyin edir. Bax, Y oxunu kəsdiyi nöqtə B-dir.
Koordinat başlanğıcından yuxarıda kəsirdir. Deməli, B müsbətdir. K da müsbət. Amma K bucaq əmsalı olduğuna görə bucağa baxan şeydir. Baxaq, İtidirsə müsbətdir. bəli, baxın, ilk soxu ilə burada kəsişir. Burada kəsişəndə sağ tərəfə baxırsan. Bucaq nədir? İti. İti bucaq olduğuna görə K-da nədir? Müsbətdir. Deməli, bu şəkildə K-da müsbətdir, B də müsbətdir. Bir dənə nümunə verirəm. Bunu indi mənə desin nəzrin. Öpsü nəzrin desin. Nəzrin, denə görün burada. K nədir? B nədir? B mənfidir mənim. Bəli, B haradır bu hissə? Bəli. Bəli, koordinat başlanğıcından aşağıda yerə ki, B mənfidir. K da müsbət. Niyə K müsbət oldu? Çünki iti bucaq. Bəli, bura K-dır. İki bucaqsa K müsbətdir. K sıfırdan böyükdür. Sən başa düşdük bu hissələri? Aha. İndi isə nə var? Burada heç bir qiymət verilmir. Sadəcə belə xət verilir, işarəsini tapdıyır. 2-3 dənə sual, bu getdi. İndi gəlirik kinaya. Məsələn, belə bir dənə qrafik verir. X qoyuram, Y qoyuram. Buranı mənə verir 7. Buranı mənə verir -6. Bax, burada konkret qiymətlər verildi. 7 -6. Mənə işarəsini təyin demir. Mənə konkret deyir ki, K üstəgəl B-ni tap. Yəni, burada sonra qiymətdən gelir. Baxaq indi, Pühan, burada B nəyə bərabərdir? B 7. Bəli, 7-dir. Biz elə bir ki, 2x-dən işləyir. Tez cavab verir, bir işimiz yoxdur. Y qoxunu kəsdiyi nöqtə B-dir. B bərabərdir 7-yə. Amma bura üçün düstur var idi. Buradan K bərabərdir -6 cavabı çox yanlışdır. Buranın düsturu var idi. Kim xatırlayır? Bəli, mənfi B bölünsün K-dır. Yəni, baxın indi, bu düstur bərabərdir nəyə? -6-ya. Bu düsturun köməkli K-ını tapıram. Deməli, X oxunu kəsdiyi nöqtənin düsturu budur. -B bölünsün K. Baxaq, buradan yazaq. Deməli, -B bölünsün K bərabərdir. Harada kəsibdir? -6-da. Deməli, nəyə bərabərdir? -6-ya. İndi B-nin qiymətini bilirəm. B-nin qiymətini yazıb, çarpaz vurmuşdur, K-ını tapırsan. B 7-dir. -7 bölünsün K bərabərdir -6-ya. Məxrəcə 1 qoyub çarpaz vururam. -6K -7-dirsə, K da bərabərdir 6-da 7. Bəli, indi bunları neyəsiniz? Sadəcə cəmləyəcəksiniz. Qısa konkret. İndi baxın, deməli, özündən düsturu burada bir dənə qeyd edirəm. Deməli, Y oxunu kəsdiyi nöqtə B-dir. X oxunu kəsdiyi nöqtənin düsturu var. -B bölünsün K. Şəkil necə olur olsun? X oxunun üzərindədirsə, -B böl K-dır. Y oxu üzərindədirsə, B-dir. Yəni, qiymət verəndə K-nın, B-nin qiymətlisini bunlardan istifadə edirsiniz. İşarə verib, yəni K müsbətdir, yoxsa mənfidir, bucağa baxsın, itidir, yoxsa kördür. Bu, Y bərabərdir KX üstəgəlsin B haqqında ilkin məlumatdır. Bəzən qrafik keçir koordinat başlanğıcından. Necə olur? Gəlin baxaq. Sən əgər şəkildə bunu gördünsə, yəni gördünsə ki, koordinat başlanğıcından keçir, deməli deyirsən ki, nə sıfıra bərabərdir? Sərbəstlər sıfıra bərabərdir. Yəni düstur KX üstəgəl B-dir. Amma koordinat başlanğıcına keçəndə sərbəstlər sıfıra bərabərdir. B sıfıra bərabərdir. Onda düstur nədir? Y bərabərdir KX-dir. Bir də deyirəm, 11-ci sinif buraxılış imtahanında 14 dənə, 16 dənə sual çox sadə formada verilir. Hətta belə suallar da görə bilərsiniz ki, nə var? Koordinat başlanğıcından keçir. Sərbəstlər sıfıra bərabərdir. B bərabər 0. Çox sadə amma istifadə olunan test nümunəsi. Bunu gördük və salın. Düsturumuz budur. Yəni, bəzən belə də görə bilərsiniz. Bu qrafikdə gördünüz, deməli, düsturumuz nədir? Y bərabərdir, KX üstəgəl B. Qrafiki görəndə bu grafikin düsturu nədir bilməlisiniz. İndi, baxaq. Bu hansı rüblərdən keçir? 1, 3. Bax, bura birinci rüb, bura ikinci rüb, bura üçüncü rüb, bura dördüncü rübdür.
Əgər birinci, üçüncü rüblərdən keçirsə, K müsbətdir. Yəni, bucaq əmsalı K müsbətdir. İkinci, dördüncü rüblərdən keçirsə, K mənfidir. İndi kim deyə bilər mənə? Mənə qırmızı markerim. Bəli. Mən saat 7 online var kesinlikle. Girdim de kimesin ben istəyəcək. Əgər ikinci, dördüncü rüblərdən keçirsə, K-sı nədir? Mənfidir. İndi sual verirəm. Niyə? Bir neçə səbəbi var. Əslində birin desəz mənə bəsdir. Niyə 1-3-dən keçəndə K müsbət olur? Niyə 2-4-dən keçəndə K mənfi olur? Çünki X-də dedikdə birinci rübdə müsbət alır. O da ola bilər. Başqa, bucaq əmsalına baxırsınız. Baxın, birinci rübdə bucaq əmsalı nədir? İti. Ona görə K müsbətdir. Amma ikinci rübdə, baxın bir dənə buradan bura xət çəkim, bucaq əmsalı nədir? Kör. Baxın nəzim, burada bucaq əmsalı itidir. İti olduğuna görə K müsbətdir. Ona görə 1-3-dən keçən müsbətdir. Amma ikinci rübə bax, bununla bu xətti birləşdir, kör bucaq alınır. Ona görə K-sı nədir? Mənfidir. Birinci, üçüncü rüblərdən keçəndə K müsbətdir. Mənə də uzada bilmərik ki, olur. Nətəri? Yox, bura X oxuya geçəcək mən sən nəzim. Tam bucaq alınır, X aldım. Açıq bucaq daha doğrusu. Bu belə. Bunu dedik və s. Bir də, məsələn, belə bir dənə test görə bilərsiniz. Ən sadis. Buna aid test nümunələri çoxdur. Bir dənə də bunu yada salın. Bir var, Y bərabərdir Kx. Bir də var, Y bərabərdir K bölünsün X. Uşaqlar, bu düz mütənasibliyin düsturudur. Bu isə tərs mütənasibliyin düsturudur. Baxın, bunun qrafiki ilə bunun qrafikini fərqləndirməyi bacarmalısınız. Düz mütənasiblikdirsə, qrafiki düz xətdir. Ya belə, ya belə. Amma tərs mütənasiblikdirsə, qrafiki belədir. Sən testdə belə bir dənə sual var. K-nı müəyyənləşdir. Sən, yəni bunu görün, oyda, bu nədir, bunu keçməmişə deməyin. Sadəcə tərs mütənasibliyin qrafikidir. Yəni fizikada gedənlər, ən az məktəbdə fizika oxuyanlar bunu bilir. Y bərabərdir K bölünsün X-dir. K bölünsün X-dir, burada Y və X tərs mütənasibdir. O görə bunun qrafiki belədir. Yenə burada da eyni söhbətdir. Əgər birinci, üçüncü rübdə yerləşirsə, K müsbətdir. Əgər ikinci, dördüncü rübdə yerləşirsə, K-sı nədir? Mənfidir. İstəyir düz mütənasiblik olsun, istəyir tərs mütənasiblik. Fərqi yoxdur. 1-3-də K müsbətdir, 2-4-də K mənfidir. Düz xətdirsə, düz turu Y bərabərdir Kx-dir. Bu xət düz xət deyilsə də Y bərabərdir K bölünsün X-dir. Bu belə. Y bərabərdir Kx üstə gəlinsin B. Bundan başqa, yadda düşünsə deyərəm, amma mövzu bu qədər. Yəni, bu qədər asad mövzuların biri budur. Əslində, proqramlıq 7-ci sinifə əhatə edən bir dərsdir. Bir də nə var? Y bərabərdir AX kvadrat üstə gəlinsin BX üstə gəlinsin C. Bunun adı nədir? Kvadratik funksiya. Tənin funksiya. X-in başında 2 varsa, olur kvadratik funksiya. Yəni başında 2 varsa. Ən sadəsində birinci versiyadan başlayaq. Tutaq ki, Y bərabərdir AX kvadratıdır. Bu olmayan nəyə gəlir ki, B də, C də 0-a bərabərdir. Bu zaman qrafik koordinat başlanğıcından keçən parabol. Deməli, qrafik nə vaxt koordinat başlanğıcından keçir? Burada B və C hər ikisi 0-a bərabər olarsa. Tutalım ki, sizə dedi, Y bərabərdir 2x kvadratının qrafiki. Qrafik paraboladır, çünki x üstə 2 var. Əgər Y bərabərdir mənfi 2x kvadratı desə və yaxud da mənfi 3 desə, əgər A-sı mənfidirsə, parabolanın qolları aşağı olacaq. Yəni, Y bərabərdir mənfi 3x kvadratında A mənfidirsə, qollar aşağıdır. Burada A müsbətdirsə, qollar yuxarıdır.
bunun grafikidir. Soranların bunun fərqli versiyaları var, grafikləri var. İndi nə ilə yadda saxlayım? Bunu qeydini sileyim. Baxaq, ən çox lazım olan bizə nədir? Birinci, buna nə? Köklərini tapaq. Deməli, kvadrat təyin neçə kökü var? 2 dənə kökü var. x1 və x2. Bunu bu cür vuruqlara ayırırıq. A vurulsun x minus x1 vurulsun x minus x2. Köklərinə görə bunu neylədik? Vuruqlara ayırdık. İndi yadınıza gəl, diskriminantın 3 versiyası var idi. Diskriminant sıfırdan böyük, diskriminant sıfıra bərabər, diskriminant sıfırdan kiçik olardı. Buna sadə bir versiyadır, hamı bunu bilir. Buraya x qoyuram, buraya y qoyuram. Diskriminant sıfırdan böyükdür demək nə deməkdir? İki nöqtə, orası da düzdür. Bax, diskriminant sıfırdan böyük neçə kökü var idi? 2 müxtəlif kökü var. Bu o deməkdir ki, axı kökü təyin eşi x oxunu. Bu o deməkdir, yəni parabola x oxunu neçə nöqtədə kəsir? 2 nöqtədə. Birini x1 deyirəm, birini x2 deyirəm. Yəni, diskriminant sıfırdan böyüksə 2 müxtəlif kökü var. Yəni, parabola x oxunu neçə nöqtədə kəsir? 2 nöqtə. Çünki kökü təyin x oxunu, x-dir. Məsələn, bərabərsizlikdə buna aid test var, bilməççilər test var, necə testlər var? Nə vaxt 2 müxtəlif kök olur? Sən avtomatik can alır beynində. 2 müxtəlif kök sözünü gördünüz, dönsə deməli sən diskriminant sıfırdan böyükdür. Funksiya və qrafiklər belə bir funksiya görəcəksiniz. O dəqiqə deyirsən ki, parabola x oxunu 2 dənə nöqtədə kəsirdir. Deməli, onda d sıfırdan böyükdür. Onu da bilməlisən. İndi d sıfıra bərabərdir. Nə vaxt d sıfıra bərabərdir? Bəli, bir kökü var. Yəni onda x oxunu neçə nöqtə kəsərsin? Bir nöqtədə. Amma bəzən testdə belə deyirlər. Parabola x oxuna toxunur. X oxunarsa, o dəqiqə deməlisən ki, x oxuna toxunursa, deməli bir nöqtə kəsir. Deməli, diskriminant sıfıra bərabərdir. Yəni, məlumatın çox olmaq ki, onu o dəqiqə anlayasın. İndi gəlin, bunu burada göstərim. Burada diskriminant sıfırdan böyükdür. Bura baxaq, bura x yazıram, bura y yazıram. Belə bir dənə nümunə göstərə bilərəm, belə. Bu, ya deyə bilər, parabola x oxunu bir nöqtədə kəsir. Ya da deyə bilər ki, parabola x oxuna toxunur. Hər iki halda diskriminant sıfıra bərabər. Yəni, burada x1-in də x2-in də qiyməti eynidir. Bu qrafik onu göstərir. İndi bunun bu versiyasını da görə bilərsən. İndi, Mustafa, bu versiya ilə bu versiyanın fərqi nədir? Burada qollar yuxarıdır, burada qollar aşağıdır. Demək, bunun A-sı nədir? Müsbət. Bunun A-sı nədir? Mənfi. Yəni, A-nı təyinləmək üçün qollara baxırsınız. Yuxarı, arta gedir. Ona görə A müsbətdir. Burada qollar aşağı düşür, azala-azala gedir deyib, yəni ilk oxu boyunca azala-azala gedir deyib, bunun A-sı mənfidir. Mənfi deyib, müsbət yazmışım. A sıfırdan kiçikdir. Bir də üçüncü versiya. D sıfırdan kiçik olmalı. Əgər D sıfırdan kiçik, necədir qayda? Bəli, həqiqi kökü yoxdur. Amma testdə bizə, məsələn, bərabərsizlər mövzusunda, bilməççilər mövzusunda başlıqlar necə qoymalıdırlar ki, biz onu avtomatik bilməliyik ki, bu diskriminant sıfırdan kiçikdir. Başlığı necə qoymalıydı? Məsələn, x-in istənilən qiymətindən. Sonra x-in istənilən qiymətində birini rəşad dedi. Başlığı qoyarsan, başlığa baxan kimi bilməsən ki, diskriminant sıfırdan kiçikdir. X-in bütün qiymətlərində, x-in bütün müsbət qiymətlərində, x-in bütün mənfi qiymətlərində hamısında diskriminant sıfırdan kiçikdir. Amma funksiya və qrafikdə bu necə olur? Diskriminant sıfırdan kiçikdirsə, deməli, kökü yoxdur. Kökü yoxdur, o deməkdir ki, yəni x oxunu kəsmir. Baxın, qrafik belədir. Yaxud da belə olur qrafik. Yəni, x oxunu kəsmir. Burada da x oxunu kəsmir, həmişə azalır, həmişə mənfi qiymətlər alır. Bu isə artır, həmişə müsbət qiymətlər alır.
Hətta belə sual verər. Bunu verər, diskriminatı işarəsini müəyyənləşdir. X oxunu kəsin, deməli diskriminat mənfidir. 2 nöqtə kəsir, deməli diskriminat müsbət. 1 nöqtə kəsir, diskriminat 0-a bərabərdir. İndi, məsələn, bu nümunəyə bir dənə çalışmışdır. Sırf buna aid, bu düstur, hava harda tətbiq edirik deyə. Bir dənə kvadrat tənlik götürülür. Bu kvadrat tənlik istənilən topludan ola bilər. Bir dənə seçək kvadrat tənlik. Məsələn, opsi topu, ya o topu mənə siz də qulaq asın. Fx bərabərdir x kvadrat çıx x çıx 6. Deyir ki, funksiyasının qrafikini müəyyən edin. Mən funksiyanın grafikini müəyyən etmək üçün kökləri tapıram. Kökləri tapmaq üçün widgetdən istifadə edir. Çünki çevrilmiş kvadrat tənlikdir. x1 üstə gəl x2 bərabərdir müsbət 1-ə, x1 vur x2 bərabərdir mənfi 6-ya. Vuranda mənfi 6, toplayanda 1, 3, mənfi 2-dir. Kökləri tapdım, ay sağ olun. Kökləri tapdım, yəni x1-i, x2-ni tapdım. Onda parabolanın qrafiki bırakın. X oxunu bir dəfə harda kəsifdir? Mənfi 2-də. Bir dəfə harda kəsifdir? 3-də. Parabolanın qolları yuxarıdır. Niyə? Çünki burada axı düsturda ax kvadratıdır. Burada da heç nə yoxdur, yəni a 1-dir. Yəni a müsbətdirsə, parabolanın qolları yuxarıdır. Bu belə. Deməli, belə bir funksiya verəcək, deyəcək qrafikini müəyyənləşdir. Sən köklər tapırsan, x1, x2-ni tapdın, 3, mənfi 2. Deməli, x oxunu, köklər x oxunu kəsdiyi nöqtələrdir. X oxunu mənfi 2, 3-də kəsir. Vəssalam. Bunun tərsi ola bilər. Necə yəni tərsi ola bilər? Qrafiki verər, deyər funksiyanı müəyyənləşdir. İndi bunu da bir dənə baxaq. Tutaq ki, buraya x qoyuram, buraya y qoyuram. Buraya yazıram 3, 5 yazıram. Deyir ki, mənə bu hansı funksiyanın grafikidir. Düzdürmü? Mən baxıram ki, x1 bərabərdir 3-ə. x2 bərabərdir 5-ə. Hətta bunu belə çəkdim. İndi axı kökləri verəndə düsturumuz budur, baxın, budur. Yəni düsturu əzbər bilməzsə, y bərabərdir a vurulsun aç nöqtəsi. X minus x1 yəni 3 vurulsun aç nöqtəsi. X minus 5 yazdıq. Amma biz qrafiki qeyri-dəqiq çəkmişik. Nə üçün? Tutaq ki, burada parabol y-onu kəsdim hansı bir nöqtədə. Parabolun y-üzər oldu. Neysə, oldu o qədər. Məsələn, bura olsun 15. Deyirsiniz ki, ay müəllim, x1 3-dür, x2 5-dir. Əla yazdıq. Bəs A. A necə müəyyənləşdir? A-nı müəyyən etmək üçün siz niyə baxırsınız? Y oxunu kəsdiyi nöqtəyə. Parabola, indi birazdan danışasıyıq. Parabolanın Y oxunu kəsdiyi nöqtə C-dir. Yəni sərbə. Bunun sərbə sərbi nədir? C-dir. Demək, C niyə bərabərdir? 15-ə. Siz A-nı saxlayırsınız, bunu buna vurub açırsınız. Bərabərdir qoyaq. A vurulsun aç nöqtəsi. X kvadrat çıx 5x çıx 3x üstə gəl 15 bağla bərabərdir. A vurulsun aç nöqtəsi. X kvadrat çıx 8x üstə gəlsin 15 bağla. İndi A-nın yerini, burada bunun sərbə sərbi nədir? 15. Demək, siz A-nın yerini elə qiymət qoymalısınız ki, sərbə sərbi 15 olmalıdır. Elə bir qoyanda olur da, biri 15'e vurdum, ne elədi? 15 elədi. Amma tutaq ki, burada 15 olmuyor, olardı 30. Deyirsən ki, ay müəllim, C 30'dur. Demək, sərbəsət 30 olmalıdır. Onda A'sı 2 olmalıdır ki,
2-ni 15'e vurum nə eləsin? 30 olsun. Məsələn 2 qoysan 2x kvadrat çıx 16x üstə gəlməsin 30. Demək bunun c'si 30'dur, b'si -16'dır, a'sı da 2'dir. Bu bunun düsturla işləmək versiyası. Başqa necə işləyərsiniz? Bir də asan versiyası var. Məsələn x oxunu harda kəsir? 0,3'də. Yəni 3 0'da. X'i 3'dür, y'yi 0'dır. Bəs burada nədir bəs? 5 0'dır. Bəs burada y kəsir, düzdürmü? X'i 0, y'yi 30'dur. Yəni alınmayanda gördüyünüz kimi alınmır, çarəsiz qalmışsınız. Bununla işləyə bilərsiniz. X'in yerinə 3, y'nin yerinə 0 qoy. X'in yerinə 5, y'nin yerinə 0 qoy. Harda? Burada. Yəni bu tənlik. Bir dəfə də 0, 30 qoy. Hamısını bir sistem təyin edərək alınacaq onda. Yəni əlacsız qalın, gördüyünüz kimi çıxa bilməsi vəziyyətdən o cür işləyə bilərsiniz. Bu belə. İndi isə əsas məsələlərdən biri. Gələk təpə nöqtəyə. Parabolanın təpə nöqtəsi. Düsturlardan biri boyudur. İndi yerdə olmasın, yuxarıdan yazacaq. Bax, deməli, y bərabərdir ax kvadrat, üstə gəl bx, üstə gəl c. Bir açılış buydu. A vurulsun x minus x1, vurulsun x minus x2. İndi bir dənə də növbəti düstur var idi. Təpə nöqtə olan düstur. Necə idi? A vurulsun aç mürtəzə. X çıxılsın m'in kvadratı, üstə gəlsin n. Burada n təpə nöqtədir. Yəni, heç məlumatı olmayan uşaq üçün deyib, təpə nöqtə nədir, onu izah edin. Bax, bir dənə parabola çəkir. Bu misallarda, yəni parabola belə yerişdir. Bax, burada qırıq-qırıq xətt olacaq. Tutan ki, bura 2'dir, bura 3'dür. Bax, parabolanın təpəsi burada yerişdir. Tutaq ki, belə bir dənə parabola çəkir. Əgər misallarda, parabola misallarında qırıq-qırıq xətti gördünüzsə, deməli, söhbət nədən gedir? N-lə gedir. Qırıq-qırıq xətti həmişə onu göstərir. Burada bu parabolanın təpəsidir. Parabolanın nəyi? Təpəsidir. Bu da təpəsinin nə idi? Koordinatlarıdır. Yəni, koordinatlar demək, x-i ilgi deməkdir. Bax, buradan x oxunu endirdiyim xətti bura A nöqtəsi olsun. A'nın koordinatlarına baxaq. Hara düşüb x oxunu? 2. Hara düşüb y oxunu? 3. Deməli, parabolanın təpə nöqtəsinin koordinatları 2, 3'dür. Bu x2, y3 kimi düşünmeyin. Təpə nöqtəsi bu m'dir. Təpə nöqtənin absisi m sayılır. Təpə nöqtənin ordinatı n sayılır. Bunları qarışdırmayın. Məsələn, deyir ki, bizə zərb absisi 5'e bərabərdir. Deməli, nə 5'dir? X. Bəzə təpə nöqtəsinin absisi 5'dir. Onda m. Bax, absisi 5'dir. X bərabərdir 5. Amma desə ki, təpə nöqtəsinin absisi 5'dir. Demək, təpə nöqtəsi, qabağının təpə sözü varsa, demək, m-indən gedir söhbət. Təpə nöqtəsinin absisi m-dir. Təpə nöqtəsinin ordinatı n-dir. Başa düşdün mü sualı? Bu sualı diqqətlə oxumaq lazım. Təpə nöqtəsinin absisi budur. Bu da olur A nöqtəsinin koordinatları. Nə olur? 2, 3 olur. Düsturu belə düz qoş eləyə bilərsiniz, yəni yerinə yazacaqsınız. İndi qrafikə baxaq. Burada, bax, qırıq-qırıq xəttlər varsa m-n deməkdir. Həm x oxunu endirilən xətt varsa, həm y oxunu endirilən xətt varsa, yəni həm m-i var, həm n-i var deməkdir. Amma həmişə belə olmaz. Məsələn, bir dənə nümunəyə baxaq. Nümunəyə baxmamışdan öncə sırf buna aid misalı işləyək sonra. İndi n-in düsturu var, n-in düsturu var. N-in düsturu nədir? Mənfi b bölünsün 2a-dır. Bəs n-in düsturu nədir? 4ac çıx b kvadrat böl 4a-dır. Yəni bu mənfi diskriminant deməkdir. Mənfi diskriminantı bölürəm 4a-ya.
Bu təpə nöqtənin düsturlarıdır. Hər bir uşaq bu düsturu əzbərdən bilməlidir. İndi məsələn, sizə bir dənə misal nümunəsi göstərir. Misal nümunəsi budur. Bu düsturları qeyd edərsiniz, bu düsturu əzbər bilməzsiniz. İndi lövhəni sevirəm, yer tutmasın düsturlar. Çünki bunlardan da çox istifadə edəsiniz. Tutaq ki, sizə belə bir dənə təmin edəcək, 2x kvadrat üstə gəl, x çıx 9. Deyəcək ki, təpə nöqtənin koordinatları internet var. Hə, elə bildim yoruldum. Hə. Belə bir dənə misal verəcək. Deyəcək ki, təpə nöqtənin koordinatlarını tapın. Yəni sən nə tapassan? M-i, N-i. Bu zaman düsturlar sizə köməyinə çatasın. Bu öz qaydasını. İndi bunları silirəm. Bir dənə də şəkil çəkiyorum. Bura qoyuram x, bura qoyuram y. Qırıq-qırıq xət çəkiyorum. Bura yazıram 2, bura yazıram 1. Bura belə bir şey çəkdim. Özü buranın nöqtəsini verirəm, 9. Bu da topu nümunələrindən biridir. Mən belə bir dənə test verir. Deyir ki, tənliyi yaz. Nəyə yaz? Tənliyi yazmasın. Yəni daha funksiyası yazmasın. Başlıq belə qoyulur ki, təsvir olunmuş parabola hansı funksiyanın qrafikidir? Hansı funksiya? Yadda salırsam ki, müəllimə demişdi ki, qırıq-qırıq xət varsa emindir. Mən eminim varsa bu düsturdur. Deməli, mən bu düsturu yazasıyam. Eminim hazırdır. Təpə nöqtənin apsisi M-dir. M nəyə bərabərdir? 2. N nəyə bərabərdir? 1. 9 nə M-dir, nə N-dir. Qırıq-qırıq xətlərdir. Yox, C-dir. İndi onları deyəcəm, o hissələr deyəcəm sən. Baxın, parabolanın Y oxunu kəsdiyi nöqtə nədir? C-dir. C də bərabər 9-dur. İndi bu üçündən istifadə edib tənlik yaratmalıyım. Yəni daha doğrusu üzrə funksiyanı yaratmalıyım. İndi bu düsturda yerinə qoyuram. Baxın, Y bərabərdir. A-nı bilmirəm. A vurulsun. X minus M. Yəni x çıxılsın 2-nin kvadratı. Üstə gəlinsin N. Yəni nədir? 1. İndi düstur üçün nə ehtiyac yaradır? A-nı tapmaq. Parabolanın qolları yuxarıdır. A müsbətdir. Baxın, bəzən bəxtimiz gətirir. Məsələn, x çıx 2, üstə gəl 1, bir dənə variantda olur. Heç A-nı tapmağına ehtiyac qalmır. Parabola variantda yazırım. Amma elə test var ki, A-nı tapmağa ehtiyacdır. Yəni, sən imtihan eləsən sallar ki, mən salsam, A-nı tapmağa ehtiyac olan sual salaram, düzdürmü? İndi elə sual salırlar ki, A-nı tapmağa ehtiyacdır. Həmişə yadınızda saxlayın. A-nı tapmaq üçün C-dən istifadə etməlisiniz. Burada C nədir? 9. Necə yəni? Siz bu ifadəni sadələşdirirsiniz. Bunu müxtəsər kimi açırsınız. Aydın oldu mu? Sonra onu nəyə vuracaqsınız? A-yı. Nə demək istəyirəm? Baxaq. Bərabərdir boyu. A vurulsun, açmıyor təzə. Müxtəsər vurma düsturu kimi açıram. X kvadrat çıx 4x, üstə gəl 4. Üstə gəl 1. İndi A-ya vurub açıram. AX kvadrat çıx 4AX, üstə gəl 4A, üstə gəl 1. İndi C işimə nə təyyarlayım? C burada normalda nədir? Sərbəst həddir. Sərbəst həddir. Deməli, C'si nədir? 9. Deməli, sərbəst hədd nəyə bərabər olmalıdır? 9-da. Sərbəst hədd 9-da. Yəni, 4A üstə gəl 1 nəyə bərabər olmalıdır? 9-da. Çünki sərbəst hədd yanında x olmayandır. Bunun yanında x var, bunun da yanında x var. X olmayan 4A üstə gəl 1-dir. Deməli, sərbəst hədd nəyə bərabər olmalı? 9-da. 4A üstə gəl 1 bərabər 9 yazılır. 4A üstə gəl 1 bərabər 9-da. 4A bərabərdir 8-ə, A-dır 2. Deməli, düsturda bunun yerinə nə yazmalıyam? 2. Elə, bunlar olan variantı götürəcəksən. Bu olan hissəni götürürsən. Və salam. Yəni, mən gələn də sual versəm ki, Dəniz, A-nı tapmaq üçün nədən istifadə edirsən? Sən mənə cavabını verəcəm? C-dən istifadə edirsən. Bir sərbəst həddir C, bunun da sərbəst həddir eyni olmalı. Yəni, ardıcılığı bilməlisən. Əgər bu tip tez heç vaxt işləməmsənsə, baxıb, öyrənib sonra işləməyə başlamalısın. Yəni, topunu atıb da mən testi işləməyim. Birinci,
baxın, dərsi araşdırın, sonra test işləyin. Yəni, heç bir vaxt işləməyib də. baxın. Sonra mən, bunu indi silirəm uşaqlar, onu tapdım. Emin düsturunu da bildim. Yəni, bu mövzunu hələ yenə qutarmayıb, bir hissələri var. İki mövzunu birdən verəcəm. Mən təkrar keçirsiniz bunu ya ilk dəfə. Hamıya təkrar keçirim. Deyəcəyim bir günə bu qədər mövzunu keçirsiniz. Məncə hamı çox funksiya təkrardır, düzdür uşaqlar? Hamı təkrar. Baxaq, özü nəzər o qədər deyil, 2 dənə mövzudur, birinci və ikinci mövzu. Baxaq indi. İndi belə bir misala baxaq. Bir dənə də belə bir misala baxaq. Baxın, burada parabola harda yerləşibdir? X oxu üzərində yerləşir. Parabolanın təpəsi onda M sayılır. Çünki qırıq-qırıq xət yoxdur. Deməli, onun düsturu necə olacaq? Burada nə sıfırdır onda? N sıfırdır. Əgər X oxu üzərində yerləşibsə, N sıfırdır. Yəni, düstur belə olur. Y bərabərdir. A vurulsun, açmıyor tərəzə. X çıxılsın, N-in kvadratı. Burada parabolanın təpəsi Y oxu üzərində yerləşir. Yəni, N-i var. Onda nə sıfırdır bunun? N-i sıfırdır. Burada N-in yerinə sıfır qoysaq nə alınır? Y bərabərdir. AX kvadrat üstə gəlsin N. Yox, N. N-i sıfırdır axı. Parabola Y oxunun kəsim nöqtə N-dir. AX kvadrat üstə gəlsin N-dir. Bu. İndi gəlin nəyə baxaq? Qiymətlər çoxluğuna baxaq. Məncə ondan sonra test həlinə baxaq. Belə test var. Y bərabərdir. AX kvadrat üstə gəlsin BX üstə gəlsin C. İndi denən görün mənə Alpay. Qiymətlər çoxluğunu tap. Necə tapırdıq bu ifadənin qiymətlər çoxluğu? Denən. N-i Bəli, tapırdıq, N sonra tapırdıq. A-ya baxırdıq. Müsbətdirsə, müsbət sonsuzluqdur. Bəli, A-ya baxırıq. Əgər A müsbətdirsə, qiymətlər çoxluğu nədir? N müsbət sonsuzluq. Əgər A mənfidirsə, qiymətlər çoxluğu nədir? Mənfi sonsuzluq N-dir. Buradakı N bayaqki təpə nöqtə var idi, o idi. Çünki axı qiymətlər çoxluğu Y oxuna görə təyin olunur. N-in də düsturu. Nə oldu N-in düsturu? 4AC çıx B kvadrat bölünsün 4-ə. Yəni, testin başlığında sənə desə ki, qiymətlər çoxluğunu tap, deməli, sən N tapırsan birinci. A-sı müsbətdirsə, N müsbət sonsuzluqdur. A-sı mənfidirsə, N mənfi sonsuzluq. Tutan ki, Y bərabərdir 2x kvadrat, üstə gəlsin, x çıxılsın 8. Deyək, qiymətlər çoxluğunu tap. Qiymətlər çoxluğunu tap. Avtomatik N tapırsan, N bərabərdir 4AC. Burada A-sı 2-dir. B-si müsbət 1-dir. C-si də mənfi 8-dir. Onda 4 vurulsun 2, vurulsun mənfi 8. Çıxılsın 1-in kvadratı. Böl 4A, yəni 4 vurulsun 2. 8-i mənfi 8-ə vursam, mənfi 64 çıxılsın 1, bölünsün 8. Mənfi 65 bölünsün 8. Onda A-sı müsbət idi deyə, qiymətlər çoxluğu N müsbət sonsuzluq olacaq. Yəni, mənfi 8-də 65 müsbət sonsuzluq. Qiymətlər çoxluğunu tapın, düsturu budur. Qalan hamısı işləməkdir. Eynidir. Qiymətlər çoxluğu ilə qiymətlər üsulu eyni üsulla işləyəcəksin.